Hepinizi salamlayırıq dostlar. Bilirik ki, işləriniz qaydasındadır. Siz Ali Futbol YouTube kanalındasınız və burada biz Var Arxası podkastını çəkirik. Niyə görə çəkirik? Çünki Çempionlar Liqasının 8-də 1 final mərhələsinin ilk oyunları çox möhtəşəm keçdi. Artıq milyonların sevgisi, artıq öyrəşdiyimiz dörtlük də burdadır. Fərman, Ələkbər, Elvin və mən bu möhtəşəm oyunları sizinlə birlikdə müzakirə edəcəyik. Vaxt itirmədən başlayaq. Hə uşaqlar, üzr istəyirəm. Hə, göt yığını. Necə keçdi 8-də 1? Məndən başqa. Fərmandan başqa. Fərman dedi ki, mən şoka düşəcəm. Bəli. Mən bir dənə Tottenham'dan bağlı demişəm, bir dəqiqə. Onun heç bir adət yox. Belə də. O eyni və Onda elə çıxdı ki, gəlin Gələn kimi tələb. Ладно, uşaqlar. mən içkiliydim, burada içkilinin söyüşü girmir. Vaxt itirmədən sənədli şəkildə rəsmi olaraq ekranlarda gördüyümüz ilk oyunu müzakirə edək. Galatasaray öz meydanında Liverpoolu qəbul edirdi. Fikirlər maraqlı. Mən belə oyun görmək istəmirəm. Mən deyirəm, bəsdir. Osimhen nə qədər oynayacaq? Getməyin lan. Bir dəqiqə. Yaxşı. Mən yenə də nə olsa dedim ki, oyun pis oynayırlar. Üzr istəyirəm. Dəd orası doğrudan da elə oldu. Elə də unutdular. Yox, Premier Liqa axı çox güclü liqadır ona görə. Mən razıyam. Subliminal mesaj. Çox. Dünyanın ən güclü liqasıdır klubu deyəcəkdim. Belə onlardan başqası APL necə ölkədir? APL ölkə kimi superdir, amma şəhər kimi Belə də pisdir. dumanlı ölkə. Amma Galatasaray yenə də halaldır. Öz meydançasında Liverpoolu gəldi, yenə də 1-0 olsa belə utdu. Yox aşağı. Amma ki, Fakt pay verən. mən hər şey bir yerə qraq Dolu kim qoyuram vurdu da. sən? Liverpoolun o bərbad oyunu sayı 90-cı dəqiqədə Osimhen 4 nəfərin arasından topu götürüb və qabağı nə qədər daşıyır da topu. Mən hansısa bir şans yaradır. Mən prosta maraqlı gəlir. Bu Osimheni Avropa klubları kördür ki, almırlar. Ümumiyyətlə siz Niyə nə almırlar alırlar ki? onu? Yox. Mən başqa şey maraqlı deyil. Van Dijk'ın hansı günahlarına görə onun yanına Konate'ni qoyublar. Mən hələ Real onu almaq istəyir. Konate'də məncə problem yox. Onun agenti kimdirsə mən əlaqəsi varsa keçsin. O bir də Joao Felix'in agentləri yığın. Bir də Igor Tudor'un. Tudor'un onun bərbad Amma ona oyunu gəlib tutacaq. Çox bərbad. Nə şeydə müdafiədə o Osimhen'in qolunu saymadılar. O nə idi orada? O heç Nijni bilmir. brek elədi. Amma nə dərəcədə biz Liverpoolu söyüb batırsaq da ilk dəqiqələrdən biz pressing gördük Liverpooldan. İlk dəqiqələrdə işlər gol vura bilərdilər yəni. Liverpoolun bu oyun oynadığı 15 dəqiqə oyun oynadı ikinci sənin əvvəlində. Vəssalam. Ümumiyyətlə bir dənə şey var. Biz bu məsələni danışmışdıq. Azarkeşlər məsələsi mənə elə gəlir ki, bu oyun ətrafında danışmamaq mümkün deyil. Mümkün deyil danışmamaq. Bir dəqiqə. Mümkün deyil. Ondan qabaq Galatasaray skip Yəni hər şey razı. Galatasaray skip eləmək Yəni Osimhen Ostatdırkaya bir o qədər də ehtiyacı yox idi, amma doğrudan da bu məsələni qeyd etmək lazımdır. Ultraslan həmin oyunda Osimhen üçün elə bir motivasiya verdilər ki, yəni tribuna bir mənalı olaraq onu dedi ki, bu günləri sənin günündə patlat. Elə bir o pankartdan sonra elə bir ki, Osimhen onsuz da mövsüm əsasında çox möhtəşəm oynayır. İndi bax şu ultran qoşdu və qola da asist verdi. Osimhen ümumiyyətlə qalsa yayda. Yəni Galatasaray rəhbərliyi çox Sən Yo. Mən başda buraxmışam bunu. Qalsa Azarkeşlərin hesabına qalacaq. Yəni çox soğuk deməli. Prezident deməli çox soğuk ki, azarkeşlər çox soğuk ki, sizə görə Osimhen burada qaldı. Hər oyun bir daha pankart Bu arada çıxardı. Osimhen o Napoli söhbəti var idi. TikToka görə biraz şeylədi, problem yaratdı. Oradan görünür ki, o puldan savayı, maaşdan savayı o münasibəti çox diqqət etməsi var. Ona görə 20 milyon maaş tələb eləyir də. indi bağışla da. Çox tələb eləmək olar da. Amma ki, niyə də yoxdur? Ekitike momenti var idi ikinci hissədə. O təkbətər çıxdı. O da qırılan nöqtələrdən biri ola bilərdi. Hardasa ki, bir zat bəlkə olsaydı, bəlkə də deyirəm. Bəlkə belə də bitə bilərdi o. Biraz Okan Burukla Slot bir-birlərini çaşdırmağa çalışdılar. Çünki son oyunlarda Soboslay adətən sağ cinahda çıxır və orada Barışın çıxması Soboslay nəzərə alsaq ki, birinci oyunda liqa mərhələsindəki oyunda Barış Alper məhv eləmişdi Soboslayını. Amma orada Joe Gomez çıxdı. Barış ümumiyyətlə sağ tərəfdə çıxdı. Çərkəz də məhv elədi də. Çərkəz kimdir? Çərkəz də, Çərkəz deyirəm də. Xəbər elə də bir əvvəlcədən dedi ki, Qaqov çıxıb buraxmış zamanı Çərkəzə Çərkəz deyəcək. Bəli, Çərkəz başım məhv olundu getdi. Amma ki, niyə alındı? Qəhət çıxardan adamsan, sən? 100%. Düz də çıxartdı da Valverde təsdiqlədi. Sadəcə ortada bu oyundan sonra bir sual çıxır.
səfərdə Galatasaray yenə elə oynayacaq Juventus oynadığı kimi, yoxsa yox? Juventus'un oyundakı kimi Baxır Liverpoola qırmızı verəcəklər yoxsa? Ayda, Məncə orada bax, o da Qalatasaraydan şey, çox Liverpoolun özündən çox şey asılıdır. Liverpoolun mənalı pressinqindən, 100% Liverpoolun əlbəttə. sürətli Liverpoolun oyunundan. yadına salsa ki, o Liverpooldur. Bəli, və orada sən lazımsan. Bax sən siz Liverpoolsuz, Liverpool. Ondan sonra oynasınlar. Bəli, Amma və Galatasaray- azərkeşlər Yox, yenə də. amma Galatasaray çox böyük riskə girər ha. Yenə Juventus'la oynadığı kimi oynasın. Çünki Liverpool məncə daha keyfiyyətli komanda nəinki Juventus. Başı bura gələndə Salahı görən oldu. Keçən buraxılış bir bəlkə 5 bağışla. dəqiqə. Oturub 5 Salah. dəqiqə. Salah. Mikrofonun var, yoxunu böyrə Amma doğrudan da üstə Salah meydanda onda təkrarlayan fikrimi. Yəni nə Virts, nə kimsə, heç kim yəni meydanda normal iş görənmir də. Danış. Sən Narahat olma. Mən yadımdan çıxdı deməyə, hələ Kələkbər sevinir. Biz bundan sonra Newcastle başlamasın. Gəl. Kamavinganın ölkəmizdə rəsmi distributoru Ələkbər. Heç kim Kamavinga səviyyəsində oyuncu deyil. Yaxşı. Galatasaray Liverpool ümumi şanslar cavab maçlarından. Fikirləriniz Pərman başlayaq səndən. 55-in 45-ədir məncə. Kimdir? Liverpoolun. Üzr istəyirəm Qalatasaray. Keçməsinə. Bəli. Belə yaxın var faiz deyəndə bir at çəkdi. Galatasaray halaldır doğrudan. Çox möhtəşəm oyun oynadılar. Amma mənə elə gəlir ki, Premier Liqanın bax bu çöküşünün ilk belə deyək də qıran tərəf Liverpool olacaq. Mən düşünmürəm 1-0 elə bir hesab deyil ki, Liverpool onu Anfieldda yəni geri qaytarıb öz tərəfinə çəkməsin də. Yəni ona görə hələ də düşünürəm ki, 60-ın 40-a Liverpool boyunda qalib gəlib növbəti mərhələyə keçə biləcək. Amma ancaq lakin Galatasarayın da beyninin çönməsini qıraqda qoymuram. Yəni amma ev oyunu amili baxımından məncə Liverpool udmalıdır keçməndə. Mən çətinlik çəkirəm, ona görə 50-50 deyirəm. Yəni məncə heç bilinmir oyunda. Necə qorxur gözü Galatasaray. Ondan sonra da Yəni doğrudan da yəni Liverpool xarakter göstərə biləcək, yəni deyə biləcək ki, yəni Arne Slot'un heç bir taktiki gedişini görmədim mən orada. Yəni ki sən görürsən ki, udzursan. Yəni heç nə də məşət eləmir sən. Bir şeylə 12 dəqiqə. Salahı da dəyişdi. Elə Salah deyirsiniz, elə özümə. Salah 60-cı dəqiqədə dəyişdi. Ondan sonra nəsə baş verdi. Amma Premier Liqa məşqçilərdən B planı olmayan tək o deyil, Slot deyildi. 2-0 olsaydı möhtəşəm cavab maçı olardı məncə, amma olmadı. Osimhen'in qolu sayılsaydı. Nəyə görə sayılmadı, mənə çatmadı. Ona görə nə yalan deyim, 70-in 30-a. Pasiv söhbətlərini qoya qırağa da. 70-in 30-a da 80-20 hətta ki Liverpool geri dönüş eləyəcək. Premier Liqa klublarının arasında ən çox şans Liverpooldadır. Biz isə vaxt itirmədən keçək növbəti komandalara doğrusu. Ən çox Arsenal adam deyil. Növbəti oyuna keçək, danışaq. Biz isə keçirik növbəti oyunun müzakirəsinə. Newcastle St. James Parkda Barcelonanı qəbul elədi və Möhtəşəm Pedri. İlk öncə Ələkbərin fikirləri maraqlıdır bu möhtəşəm oyun haqqında. Yox, xahiş edirəm, prosta danışsan qoymaq nə deyir. Rahat. Newcastle qolu avaq vurdu. Sualına cavab verirsən. Dünənləri. Yox, 86-cı dəqiqədə. Bu vaxtda meydanda Pedri var idi. Sualıma cavab verin. Yox, sualıma cavab verin. Yox idi. Bu bir. İkincisi, Newcastle-ın həmin oyunda göstərdiyi oyuna futbol deyən varsa aramızda, yoxdur. Deyən varsa aramızda, mən susum bu podkastda ən azından bu blokda mən danışmayım. Sıvama. Newcastle sürüyəcək, Newcastle öz vaxtı gəlib çatacaq, amma ki, yaxşı, Pedri o meydanda olanda biz həqiqətən qol görmədik. Amma biz neçə dəfə gördük Pedri meydanda olanda ki, Barcelona möhtəşəm şəkildə birinci pas vasitəsilə. Bir dəqiqə, dedin ki, Newcastle Barcelona oyununu deyirik və səni dinləyirik. Dinləyirsənsə danışım. Birinci məsələ ondan ibarətdir ki, sizin əslində keçən buraxılış dediyiniz ki, Newcastle-ın pressingi və s. və axır ki, biz Newcastle-ın pressinginin P hərfini görmədik orada. Yox, uşaqlar. Açıb, valla deyirəm, qoyaram oyunu, təzdən baxaram. Orada oyunçunun yanında qaçmaq, onu pressing etmək demək deyil. Bu bir. İkincisi, Newcastle burada pressingdən oynamırdı. Daha çox Barcelona'nın oyununu məhv eləyib də, anti-futbol oynayaraq da, indi hal-hazırda trenddə olan harambol oynayaraq o oyunu dağıtdı və öz dəxlisiz Premier Liga oyununu soxuşturdu orada. Və salam. Yəni burada demək ki,
Newcastle nə bilim ciddi pressinglə oynadı və s. Baxır qəti surətdə razı deyirəm. Pressingə qarşı nə çıxır Ələkbər? Pressing sənə komanda verirsə sən yəni kontra pressing eləməlisən ya da ki birinci pas vasitəsilə çıxmalısan da. Birinci pas vasitəsilə Barcelona çıxırdı pressingin altına. Hə, axırı nə oldu o? Mərkəzdə dağıdırdılar. Mərkəzdə yenə də pressing eləyirdilər. Yox, mərkəzdə pressing söhbət deyir. Mərkəzdə Çünki Pedri bağlamışlar. Mərkəzdə aşağı blok ola bilər, orta blok ola bilər və bu bloklardan istifadə edərək Newcastle oyunu dağıdırdı. Üstəlik Yamalın üzərində personal olaraq 2 futbolçu otururdu. Bu baxımdan ona görə də normal bir şeydir. Amma yenə də Barcelona pis yaxşı qol vurdu da və şanslı Mən səndən yarı razıyam, yarı yox. Newcastle-ın pressingi var idi, sadəcə Newcastle-ın bitiriciliyi yox idi məncə. Və buna görə sual yaranır ki, Newcastle ümumiyyətlə Tottenham-ə gəlib çatacağıq. Amma Newcastle sual məndə yaranır ki, sənin 8-də 1 finalda Çempionlar Liqası nə etinacıb? O 100%. Mənim başqa sual Birincisi bu üzr istəyirəm, bu liqa mərhələsinə qarşı və yeni formata qarşı bir böyük bir minusdur. Çünki elə çıxır ki, Tottenham hansı ki orada sürünür 17-ci yerdə, Brugge-ni falan udmaqla bağışla fərman üzr istəyirəm. Rahat 8-də 1-ə çıxa bilər. Amma lazımdır ki 8-də 1-də Tottenham Newcastle kimi komandalar. Nə olsun? Pressing elədi. Nə olsun? Qarşı Barcelona yorğun idi də burada. 3 gün buna qabaq Atletico oyundan çıxıblar. Niyə də yox? Ondan qabaq da Atletico Bilbao oyundan. Yox, mən bir sıra qrup fanatlarının fikrini eşitmişdim ki, Barcelona bu oyunda qalib gəlmək istəmirdi. Mən bunun kimi cəfəngiyyət həyatımda eşitməmişəm Oyuna ki. çıxmazlar 3 Hə, o qalib gəlmək istəmirdi. Elə şey var ola. Sən 10 ildir Çempionlar Liqasının qalibi ola bilmirsən, çıxmısan 8-də 1 finalda, St. James Parkda oynayırsan və sən ki, yox. Amma ekonomi rejimdə oynamaq yəni məqsədə uyğun deyil. Barcelona ekonomi rejimdə oynamırdı. Bu yorğunçuluğa alınmırdı. Bu futbolda olan məsələdir. Elvin ürəyi partladı, o hiss edirəm. Mən ürəyim partladı. Danış. O söyürürdü bayılırlar. Pedri neyin təriflədi? Mən başa düşmədim. Mən bu ilə danışmaq istəmirəm. Yəni az sastavı bax 6 xal alıb. Yəni normaldır bu Pedri. Olsun Messi-də bir billah yarı ayaqla qaçırdı, 10 alırdı. Nə dəxlisi var? Valverde 9-7 alıb. Valverde yox, xahiş edirəm. O oyunda Cristiano Ronaldo idi. O formasını dəyişdi. Cristiano Ronaldo o qədər müdafiə Çox atdarığı oyundan oynadı. Qardaşım, Hə. Newcastle Premier Liqada 12-ci yerdə gedən komandadır və La Liqanın liderinə qarşı oynayır. Əlbəttə ki, bunları da qoy qırağa. Yəni klass səviyyəsi Barcelona hara, Newcastle hara. Yəni bunu nəzərə alaq. Bir, əzizim zadım deyiləm mən. Canım gözüm. Abdulaziz mən buradayım. Ayda. Kimə göstərsən? Soyudu havaya sənə. İmkan verirsiniz ki. Danış ürəm. Newcastle ona baxmayaraq Barcelona oynamağa imkan verdi yoxsa yox? Yox. Yəni oyun ərzində bir dənə də momenti olmayan Barcelona. Düzdür, Newcastle demirəm, möhtəşəm oyun göstərdi. Mən biraz çatmadı niyə Gordondan o uzun saç Voltemadı niyə buraxmadı? Yəni sual açıq qalıb hələ də. Gordon da giydi pis oynamadı. Yəni oyuna təsiri var idi. Sadəcə olaraq nəzərə alaq ki, Newcastle səviyyəcə çox aşağıdır. Bu ilə belə, yəni çox da pis oynamadı mənə görə. Fırat, bir dənə sual verim. Bu futbolda Newcastle 5 dənə gol vurmalı idi Barcelona. Nəyə söhbət aparırsan? İndi bax sual verirəm. Gözlə bax. Pedri'nin məhz yarım müdafiədə olmağının səbəbi idi ki, bəlkə də Newcastle-ın əksər hücumları alınmırdı. Pedri'nin bir sən neçə də Yaxşı, mən qələt. Mən problem nə idi? Sırf sənə görə mən Pedri'ni sıxırdım. Pedri görəsən nə edir? Ondan qabaq dediniz ki, Newcastle Barcelona belə baxmışıq da. Yaxşı. Başqa dediyi şey bilirsən nə idi? Nə qədər pasları var idi. Başqa dediyi məsələdə Konde ilə Balde nə olar ki, yoxdur. Bax, günahlardan problem yaradırdı bu Newcastle. Günah yox idi da, yəni prosta provka ilə qaçırdılar özləri. Elanga biraz adam olsaydı, yəni xəttət belində idi. Onlar indi mən bir dənə söz deyim. Barcelona başım bırak liga çempionu. Oynama. Biabırçılıqdır. O fişi fərqli fikirlər getdi. Biabırçılıqdır qardaş. Bu Barcelona Çempionlar Liqasında oynamalı deyil. Məncə Newcastle daha böyük biabırçılıq. Newcastle bir ötürməyini qardaş bir dəqiqə olar mən söz məsəl. Newcastle bilirik ki, güclü bir klub deyil. Bəli, biz ona hamımız razılaşırıq. Və onun belə oynamağına heç kim təəccüblənmir. O normal bir şeydir. Öz meydanında. Amma Barcelona'nın Newcastle yox, fərqi yoxdur. Hər bir kluba qarşı bir dənə epizodu olmamağı o biabırçılıqdır. O da çıxıb gol boylayır. Olmadı yox. Lewandowski bir dənə epizodu oldu və mən keçən verilişdə dedim ki, onun cinahları yoxdur. Siz mənə dediniz ki, nə bilim Cancelo gördük. Biz demədik bu. Hə, bunun başını buraxmışam mən. Daha dedim ki, hücumçusu yoxdur. Nə Lewandowski, nə o birisi adı Ferran Torres
Barcelona səviyyəsində Fermin hücumçu var ya, deyil. qardaşım, Fermin Fermin var. Lopez da o deyil. Pedri'ndə mən axtarırdım lupa ilə tapa bilmirdim. Yox idi Barcelona. Sənin problemin sən nədir? Sən problem Barcelona balet edirsən Mən yəni. Barcelona balet edirəm. Mən sadəcə o səni Balet izah etmək edirsən, istəyirəm ki, balet səni edirsən. izah etmək istəyirəm ki, Newcastle bu Balet mövsüm yox, opera. göstərə biləcəyi maksimum pik oyunu bu idi. Okey, bəs Bundan Barcelona artığını bacarmır. Amma Barcelona bundan artıq bir 5 qat oyun göstərə bilər. Və bunu sən də bilirsən, o da bilir, o da bilir, hamımız başqa bilirik. söhbəti fakt Ona qalsa göstərməli. nəticə Fərman, olaraq Fərman. heç düzgün deyil idi onda. Atletico Madridlə və Atletico Bilbao ilə dalbadal oynayan Barcelona hansı ki resursu əslində resursu Newcastle-dan belə azdır. 100%. Resursu azdır. Ha Gordonu zamində saxlamaq Gordon var, Bir dəqiqə nədən danış? Yaxşı, şey Newcastle-lardan gəlmişdi. Adın Kəpəzlə oyundan gəlmişdi. O City ilə oyundan gəlmişdi. O City-nin oyunu ikinci heyəti çıxartmış. Kubok Əlliyə çıxmışdı. Kubok oynayırdı. Olsun da Bunlar oynayırlar Bilbao əsas heyətinə ki, Real gəl bunlar çatmasın. Newcastle nə Çempionlar Liqasının başını buraxın. Bəs sürün. Çempionlar Liqasının başında. Qardaşım, sən treble edən komandasın, 2 dəfə tarixdə. Sən demək ki, neçə dənə cəbhədə oynaya bilən komandasan. Sən bu heyətdən Tarixi olmazsan. qapmayaq. Adam ne diye dayı? Yaxşı, Yo, yenə nədə 15-ci heyətdə nə heyət var idi ki? MSN-dən başqa nə heyəti vardı? Bir də yarım. Yox, Keçən dəfə indi Barcelona forması giyindim deyənə cəmaət cındırıb çıxartdı deyənə o demək Barcelona bu günə sağlıq Amma Arsenal Çempionlar Liqası, Premier Liqası bu niyə belə? görsənir. Ona görə köftə deyaldır. Mən istəmirəm Barcelona görmək. Nə yarım finala, nə də. Nə ikisi də çıxardı. Newcastle onlardan zəng yaxşı elə. idi. Mən sənə Zəng fərqli elə olaraq gəlsin, ümumiyyətlə mən sənə fərqli ümumiyyətlə Newcastle Tottenham ki, ümumiyyətlə bu qardaş UEFA deyək ki, qardaş 10 dənə Premier League klubu bassın Çempionlar Liqasına, Brentford, Watford, mən hamısı qarışıq Ay əzizim, oynasın. növbəti oyunla bağlı əgər ehtimal verəcəksə, gözü bağlı demək olar ki, Barcelona bu oyunda növbəti mərhələyə keçəcək. Mən Bu o qədər aydın bir məsələdir ki, Mən razı. çünki Newcastle yenə deyirəm, evdə pik oyununu oynadı və yenə də qalib gələ bilmədi bu Ona komanda. görə ki, onlardan güclüdür. Newcastle Ondan zəifdir, səviyyəcə Yox, zəifdir. Newcastle- Vəssalam. Buna görə növbəti oyunla bağlı danışanda mən Barcelonada yenə deyirəm, heç bir problem görmürəm və tam əminliklə deyə bilərəm ki, 80-20-yə Barcelona dörd dəfə 80-20-yə finaldadır. Elvin Mən də ehtimal edirəm ki, Barcelona keçəcək 70-in 30-una. Biraz da fərmanlıq eləyib, biraz da qabağa gəlirəm. Yəni bu Barcelona'nın pikidir məncə. Yəni növbəti turda artıq keçməyəcək. Fərqi yoxdur kimdən düşür. Mən belə fikirləşirəm. baxaq Belə Fərman. Mən heç nə deməyəcəm. İstəmirəm Barcelona görmək. Əlin 50-yə deyil çox. Heç nə deməyəcəm. 0-0-a Mən heç Zor nə deyil, deməyəcəm. Mən istəyirəm Newcastle keçsin, Atletico Bax Madrid. düz şəhərlərdə düz yazdılar. Fərman Barcelona Abijnikdir. Düz deyil. Hadi elə çıxar mənə də deyirlər onu. Ay belə. Yaxşı. 95-in 5-də Sən niyə Barcelona küstün keçəcək. ki? Yox, mən istəmirəm. Çünki Barcelona oyunu Başqa variantı göstərsin. yoxdur. Ya çolaq Newcastle, ya zəif Barcelona Hə, qazanır. zəif Yorğun Barcelona, zəif yox. Yorğun idi onlar. Kotlet çörək. Hə. Yaxşı, nəsə Növbəti uşaqlar. oyunda görəcəyik də. Siz fikirlərinizi şəhərlərdə qeyd edib biz də keçid növbəti oyun müzakirəsinə. Növbəti müzakirə etmək istədiyimiz oyun Bodo Glimt Sporting maçıdır. Deyəcək bir söz, uşaqlar desin, mənim deyəcək artıq sözüm yoxdur. Çərəm buradan. Mən qadan alaram. Öncədən də bu ehtimalı verirdik hər birimiz deyəsən ki, Bodo bu oyunda qalib gələcək. Çünki belə oynayan Bodo Glimt Yox, mən demişdim ki, əgər Sporting keçsəm, təəccüblənmərəm demişdi. Yaxşı da, bu qədər də sıvaba da. Hə. Yəni hər kəs Bodo'nun qalib Ya gələcəyini. şokda olur, ya təəccüblənmir. Mən sizin kimi olmuram da. Mən sizə gedirəm. Amma bu Asmira da faktda. Yox, Mən birincisi dedim, mən onu oyundan dedim də qabaq, qardaşım, oyundan Asmira qabaq bu söz. oyunun atmosferi çox fantastik idi. Yəni oradan da Asmira dağılırdı. İkinci məsələ Bodo Glimt kimi belə xod yığan komandanın qarşısına Sporting düşəndə mən əminliklə deyə bilərdim ki, Bodo bu şansdan 2.50 yox, 8 ayaqlı yapışacaq. Sporting meydanda qan qusurdu. Tam səmimi qan qusurdu. Bodo bir dənə fantastik futbol oynayırdı və eyni bax Newcastle məsələsinə qayıdanda biraz balaca 1 saniyəlik məsələ var da. Deyirsə ki, Barcelona, nə bilim, Newcastle-ın piki və s. və ilaxır daha güclü rəqibə görə, daha adlı sanlı rəqibə qarşı futbol oynayıb da qalib gəlmək olar. Tək onun oynadığı futbolun var-yoxunu bölüstə qoymamaqdan deyil. Bodo bunun bariz nümunəsidir. Inter salamlar. Yəni demək istədiyim məsələ odur ki, Bodo bu oyundan getsə ki, mənə elə 99% onlar artıq 4-1 finaldadılar və bundan sonra danışacağımız Leverkusen Arsenal oyunu olacaq da. Uyda. Mən keçən buraxılışı demişdim, belə yarım finalın belə ucunu görürəm orada. Çox real. Məncə biraz Sporting yerinə hətta mən ümumiyyətlə əvvəlcə deyirdim ki, Arsenal məsəl üçün rahat olacaq Bodo idi, nəysə. Çünki
o dediyin oyunudur. Böyrü üstə qoya biləcək bir komandadır. Belə yaxşı oyunu. Benfica məsələn Sporting yerində olsaydı, bax Jose Mourinho'nun avtobusu, o hardasa Bodonu dayandıra bilərdi. Amma Sporting Amma yox. aktiv oynaması özdə Portuqaliya biz deyir ya. Portuqaliyada bax pişi süni örtü yoxdur ya. O gazon yoxdur orada. O heç öyrəş. Ümumiyyətlə adamlar qış görmürlər. Onlar üçün bax pişi problemidir bu. Cənubdadılar ola, amma yenə də qardaşım Bododur da, Bodo Glimtdir də. Yəni o atmaska girmir də ki. Atmaska eləmir. Yəni orada hansısa futbolçunu çıxart başqa komandaya transfer edilmə şansı da yoxdur. O qədər yəni onlar bir-birinə simbiyoz olub oynayırlar ki, yəni deyəsən ki, məsəl üçün orada Haugen'i hardasa götürüb transfer eləsin. Hə nə? Bildim. Səbəbini gətirmirəm çünki Bodo səfərdə də oynayıb, Atletico da bilib, normal bir Interdə oynayıb. Yəni futbol oynayıb budur. Ona görə heç kim deyə bilməz ki, gələcək Sportingdə çox istedi biz burada oynayamırıq, dondurma kimi əliyəcək, mümkün deyil. Bodo Glimt ümumiyyətlə halaldır. Mən maksimum bir dənə momentin gördüm Sportingin. Səhv eləmirəmsə birinci hissədə idi. Qapıçısı, yaxşı qapıçı da çıxartdı. Super seyv elədi və başqa heç nə eləmədi. Mən sözün açığı Sportingdən daha çox şey gözləyirdim. Deyirdim harca udza bilərik, amma 2-1, nə bilim 3-1 golun hardasa deyirdim ki, bəlkə vura bilərdi. Baxmanda yenə də 8-1-də oynayan komanda üçün sən səfərdə Elvin Ələkbər demişkən, səbəb deyil də soyuqdur, suyunu o sörtüydü. Sən çıxırsan Çempionlar Liqasının 8-1-nə olmaz. Əgər bu 3-0 gəlibsə, mən cavab oyununda Sportingdən vav bir nəticə görmürəm. Çünki evdə məşq elə ki əksinə baxsa, Sporting də papağını göyə ata bilərdi. Yəni ona Real Madrid düşə bilərdi. Düşüb Bodo. Çıx oyna da. Özə top alır ya. Yəni nəyi gözləyirsən? Ümumiyyətlə deyirəm də, yəni indi misal səndən uzaq. Amma yekun sual vermədən təəssürat cəhətdən sizcə Sporting bu qayda bilər? Heç şans yoxdur. Heç şans yoxdur. Inter evdə qayda bilməyibsə Sporting dünəndən orada məsələ bilsən nədir? Orada bizə məsələ bilsən nədir? Sporting hücuma getsə, müdafiənin başını buraxsa da, əks hücumda Bodo onları qolun vurur. Bu kıstaçı hə. Onlar da əks hücumda super oynadılar. Çox yaxşıdır. City buradan salamlar. Həm mövqeyli hücumları çox yaxşı, həm də əks hücumları. Amma biz indi başa düşürük Bodo niyə City-ni utdu. Qısacası əks hücumlu komanda. Və mən Bodo Glimtin burada şansın sözün açığı bəlkə 100-ün 0-a deməyim, 99-un 1-ə deyərdim. 99-un 100% keçəcək. Keçəcək. Mən inanmıram. Keçməsə. Valla sən o Bodo niyə demişsiniz ya? Udmuşsunuz da səfərdə onlara. Qurbanla o dəfə can deyib can eşidir. Özlə, Qarabağda olub, Juventusda. Nə istəyirsən bunu? Mən heç nə uşaq istəyirəm. Nə istəyirlər? Nə, ehtimal keçəcək də burası. Keçəcək də rəqəbdir. Rəqəb deyim. 100%. Sən? Qurban, bəlkə biraz yavaşlayaq. 99-un biri. Heç olmasa 1% vermək lazımdır Sportingə. Uşaqlar, siz isə Bodo Glimt haqqında, ümumiyyətlə Bodo Glimt hekayəsi nə vaxt dayanacaq? Onun şeylərdə qeyd edin və keçək növbəti buralaşaq. Vaxt itirmədən keçək növbəti oyuna Atalanta öz meydanında Bavariyanı qəbul edirdi və təəssüf olsun ki, yaxşı heç nə bitmədi. Bu uşaqlar bu dəfə deyiləcək nəsə bir sözünüz var, amma fərqli bir şey olsun da. Fərqli bir şey. Bayern München. Bu Atalanta Bayern München maçının icmalı idi və bizim ehtimallarımız idi. Keçək növbəti oyunun icmalına. Növbəti müzakirə edəcəyimiz oyun Atletico Madrid Tottenham maçıdır. Fərqli formada olan komandaların oyunu elə çox da fərqli baş tutdu. Uşaqlar, Atletico Tottenham danışası o şey var ki, kimi söyək qabağa düşək. Oy, blin. Tudor söyək məncə ilk öncə. Məncə Tudor Vallahi söyək. Tudorun bir günahı yoxdur orada. Orada nə bilim. Necə günahı yoxdur? Nənəmin təndirini də gətirsəydilər o. İşləyən də komanda deyil də Tottenhamda uşaqlarda. Qardaşım, Vicario ola sən başqa qapıcı qoysan sən qeyri-adekvat adamsan. Qeyri. Özdə sənin hücumda problemin var. Müdafiədə problemin var və yarım müdafiədə. Amma sən qapıçını əvəz edirsən. Başında da problem var. Yox, niyə də? Məqsəd nə idi? Qapıçı yazıq vəbşə də çıxdı. 3 dənə çıxdı, bayıla çıxdı. 3 dənə qolun buraxdı, getdi. Yox, 3 dənə birini özü verdi. Hə, 3 qolun vəbşə demək istəyirəm də 3-0-da əvəzləndi də. Vicario çıxdı 1-3-4 dəqiqə sonra 4-cü o qədər möhtəşəmdir ki, hamımız ona qapıçı deyirik də, adını da yoxdur. Kinski. Aa, söz. Onun atası da qısacası o Kinskidir. Yox, valla deyirəm Tottenham 8-1 final yerdə. 8-1 finalda prosta yer tutur da. Həqiqətən mən də prosta 16 komanda olmalı deyənə Tottenhamda buradan da başa düşür. Mən də o dərd aparır ki, Tottenhamın nə işi var axı? Özdə mövsümün əvvəlindən pis gündədirlər. Biri var ki, mövsümün ilk yarısını yaxşı oynadılar. İndi ona görə 8-1 finaldadılar. Yox, sadəcə fərdi sahibkarlarla oynadılar liqa mərhələsində. Slavia Mlavia zat. Gəldə top
top 8-də tutdular. 6-ya oynamadılar. 6-ya oynasaydılar, orada qalacaq. Yenə də bu yeni formatın problemidir bu. Yeni formatın problemi. Belə Premier Liqa komanda- klubları çoxdur qardaş. Azaldın onların sayını. Amma 6 komanda niyə Amma oynasın? bir Olympiakos olsaydı belə daha məncə ondan yaxşı olardı və Əlbəttə daha ki. layiq idi düşməyə. Vallahi Rəvan burada deyənə demirəm. Inter. Tək ki Inter 8-likdə bitirərdi. Vallahi Inter Ronaldo oynayardı, olsa- Atletico'ya baxardıq. Vallahi hə, heç olmasa onların bir 8-də 1 final yaşanmışlığı vardı. Simeone ora Yəni, getməyə keçməyə. çox Məsələn bir böyle istoriya Atletico Inter 0-0 olardı da. Yəni Yəni Tottenham, bilmirəm, nə olur olsun yenə də futbol var da başa üstündə. Tottenham hal-hazırda futbola qarşı var-yox söyüşüdür. 8-də 1-də ənkana bacı söyüşüdür. Yəni bu komanda sözünə söyüş deyə, yəni bu niyə var da? Ne 2 dənə qolu bizə niyə görə vurdular? Atletico da bu qədər də şalvar ola bilməzlər bunlar da. Bu da onu qar Premier Liqasında bura sən nə də niyəsə olsa. 8-li tutub da. Oğlum, 16-da bir yəqin də nəsə var da. Bir dənə 4 dənə vuran, bəlkə bir dənə 5 dəqiqə. Yaxşı ki Pedro Porro var orada. Bir dənə qol, bir dənə asist elədi. Pedro Porro getməlidir oradan konkret olaraq. Yəni çox 16-dan 1-dən gələnlər normal qeyrətli oyun göstərdilər bu bizlərə qarşı. Baxma da hamısı ev oyunları da baxma. Hamısı evdə oynayır. Canlı baxarıq da. Bodu 3-0. Baba inandırır Evdə ki, oynayırdı. evdə oynayırdı. 5-2. Evdə oynayırdı Evdə da. söhbəti ki 5-2 məsələn Hə, sənsən. 5-2 yox. O bir dənə bomba söhbət ağlıma gəldi. Bu beyaları qayıdacam da mən yenə də bu oyunda Barcelona Newcastle oyunda danışırdıq ki, Barcelona orada nə bilim şeylə Atletico ilə oynadı, can qoydu və Atletico ilə can qoydu, qoymadı, ölürdülər orada 3-0-dan Öz sonra. meydanında rəşq. Öyle 5-2 də gəldi. Onlar da Axı fiziki cəhətdən Barcelona- çox yorulmuşlar. Amma Tottenham gör nə gündədir ki, ölü vəziyyətdə olan Atletico Madrid onlar 5 dənə vurmayıb. Ya, bir Allah'ım. məqam var Newcastle ki, 12-dədir, Tottenham ya 16-da. bir məqam Sabah. var ki, məqam var ki, Atletico çempionatda öz artıq işini görüb də 3-cü yer cibində. Amma kimisə maksimumda utdular yəni. da bu 6-da. Kimisə Yenə də kimsə oynadı, onlar bir də oyundan kimisə. gəlirdi. Onlar kimlə Barcelona Bilbao ilə səfərdə oynadı, komanda. Yəni Yox, fərqli oynadı. razıyam da amma ki, yox. San Mames səfəri. Yox. Bilbao'ya bir dənə mən çıxmamışam amma bu son. Bir dənə məsələ var ki, gün Barcelona aparanda topla Samuel oynayırdı Atletico Madridə qarşı. Atletico Madrid isə 90 dəqiqə müdafiədə oturmuşdu. Planı da o idi. Və müdafiədə olmaq daha çətindir nəinki topla Hə, oynamaq. daha çox fiziki Əlbəttə. güc sərf Və edirsən ondan sən sonra orada. çempionatda gəlib kimisə yadımda deyil kimin Hə, oynadı. deyədi, Və siz gəlirlər Tottenhama 5 dənə gol vururlar da. Vururlar yoxsa zəhmət olmasa bir dənə nallayırlar. Saplıyırlar da. O Tottenham o dərəcədə pis vəziyyətdədir ki, Atletico səfərdə avtobus oynamayacaq qardaş. Hücum oynayır. niyə oynasın? Normal hücumda oynayacaq yəni. Nəyə görə oynasın? Mən hardasa bəlkə istəyərdim bir deyim ki Tottenhamın çoxlu zədəsi var hardasa, amma o da kömək eləmir də bu söhbətdə. Heç şey kömək Yaxşı, eləmir. mən belə bir təklif verim. Çoxlu zədə Realda idi. Hə, O da. Atletico-nu çox da başını sağ olsun zada. Qəşəng pişik deyəm. Hə, canımdır. Atletico-nu müzakirə edərək yəqin ki variantımız olacaq. Gəlin Tottenhamı deyək ki, axırı nə olacaq bu uşaqlara? Məncə getsin çempionşipa. Çempionşipa getsin, Getsin Allah çempionşipa. başlar. Bu qədər. Başqa O heç dərəcədə vəziyyət O pis dərəcədə yəni. Yəni Nottinghamla West Ham hal-hazırda Premier Liqada daha qeyrətli oyun oynayır nəinki Tottenham. Wolverhampton indi qeyrətli oyun Yəni. göstərir. Mən belə başa düşürəm ki, Rupor mənlə də UEFA-ya mən müraciət. Əziz UEFA, Nottinghamla West Ham növbəti Çempionlar Liqasına gəlsin. Gözləyirik. İndi bir məsələ var. Tottenham bu həftə bazar günü Liverpooldan səfərdə oyunu var. Hər ikisində sonra oyunu var və hər ikisi qayıda bilər hardasa da indi. Yox, Liverpool Dəftər hardasa üzərində. qayıda bilərsə Tottenham yox. Sadəcə Tottenhamə sual yaranır. Liverpool'la oyuna prioritet vermək və nə edə bilirsə orada eləmək, yoxsa Atletico-na qayıtmaq. İndi yox, indi ortada bir sual yox. İndi məsələ bilirsən nədir? Liverpool harca 4-də 5-də gedir. Bu oyunda xal itirsə belə, şansı var 4-dəyə düşmək və 5-dəyə düşmək. 5-dəyə, onlar da 5-dəyə. Amma ki Tottenham'a o xal, bir xal olsa belə hava su kimi lazımdır Çin Premier Liqada. Məncə Tottenham ucu Atletico Madridin oyunun başını buraxmalı ki, Onlar Tottenhamə 1% də verməyəcək elə çıxır. Mən verməzdim. oyundan qabaq da demişəm, bu bir digic gəmdə. Yəni Tottenham 4-1-də olsa sən Qardaş, həqiqətən Tottenham 8-də 1, 4-də 1 olsa. yox. Əgər Tottenham 4-də 1-ə keçsə, kül Atletico Madriddən başlar. Heç onsuz da. Atletico gördü. Oyda Tottenham fan klubu indi editlər üçün ucu yığır editləri də bildin necə. Hə, Ehtimallar, Nə ehtimalı, nə Elvin ehtimalı. bəlkə seçim sən həmişə zəiflərə şans verirsən. Məsələ sən Kasıbların dostu Elvin, davay da bir şey. kasıb klubların dostu. belə kasıb. Yox, vallahi. Daş Elvin kasıb da demək olmadı. oyda nə Çörəyə verdiyi kasba ayodur. Ehtimalıdır. Nə ehtimalı üstü Atletico. Bir də 20 dəqiqədə 4-0 Tottenhamdan ölərəm orada. Cim sana mənim valla. Ya işte qardaşım nə deyim Atletico.
Madridin qüruru Pochettino ikinci qüruru yaptı. Gəl xahiş edirəm, nə olar keçək də. Keçək növbəti Ya olacaq. danışıb bilmirəm Premier Liqada. Amma var Premier Liqada bir komanda hansı ki Bəli. müzakirə edə bilərik. Növbəti blokda görüşərik. Əgər söhbət şimali Londondan gedirsə, Tottenhamə dəydi, sürüdü. İndi keçmək vaxtıdır Arsenala. Uşaqlar, Bayer Leverkusen Arsenal maçı. Niyə zəhmət olmasa mənim 90 dəqiqəmi Londona qaytarın? gəzirik də yəni. 90 dəqiqə qaytar deyəndə keçən veriş mən deyim ki, Leverkusen uduzmayacaq və istəyirəm ki, Arsenal uduzsun. Dünənki oyuna baxaraq 2 qat mən istədim. 2 qat, o 4 qat istəyirəm ki, Arsenal keçməsin. Qoy Bodo Glimt yarım finala zada çıxsın Leverkusenə qarşı və Leverkusenə qarşı belə deyim də, Leverkusen vəziyyətini bilərək ki, çox güclü oynamır və s. Onlardan bu oyunu gözləmək mən normal qəbul edərdim də. Amma ki, Arsenaldan bu oyunu gözləyə bilmirəm də. Sənin heysiyyətin 1 milyard qiyməti var. Sən topla belə cərimə meydançasının qırağında sağa, sola, sağa, sola. Yaxşı ki, o müdafiəçi onu yıxdı da o Maduekini orada bir dənə penal oldu. Yaxşı ki, meydana Madueki çıxdı. Madueki çıxmayana qədər mən vallahi, yəni o oyun təqvimini tərtib edən şəxsin hər bir şeyini yad elədim də. Yəni niyə mən Leverkusen Arsenal oyununa ayrıca baxmalıyam? Sonra Bodo ilə Sporting oyuna baxım. O da bu üçlükdə hadi yaxşı da var bu oyun. Gözlərim ağrır Bunlar pul deyə. qazanmaq istəmirlər. Sal Chelsea PSG maçını saat ona baxaq. Allah da. Onun üçün də Realımıza baxaq, çıxaq gedək evimizə işimizə. Saka var. Saka yalan. O Çox saxo uşaqdır ya. Yalandan kapitan kapitan sarığını veriblər, qaçır da. Boş. Bunların sadəcə məqsədi var Onu idi Premier vurmaq Liqanın. lazımdır, başlayın. Bunların sadəcə məqsədi var idi Premier Liqanı qazanmaq. Sonra pük atma oldu. Artıq da belə baxır deyir ki, belə nə dirəşəyə yoxsa yox. Qımışıram elə. Yəni Arsenal sol tərəfə düşsəydi, mən əminəm ki, artıq da belə verərdi 8-də bir final. Gedərdi Premier Liqa oynayardı. Qardaş, Bodo potensial, Leverkusen hamısı bu tərəfdədir, Sporting. Niyə də yox? Bir dənə qalıb ki, Hə, qardaş, yarın niyə də düşməsin? Məsələ var idi. Mən həmişə Arsenal 2 dəfə Reala qarşı oynayıb və ikisində də Real itkündə olub da. İkisində Ona görə də udublar. bəxtəvər klubdur Hə, Arsenal. və güclü vaxtlarında düşməyiblər. Mən qorxam. Məsələn, mövsüm əvvəl mən deyirlər ki, Real Arsenalla oynayacaq. Mən Arsenaldan qorxardım mövsüm əvvəli. Amma indiki Arsenal dünənki Realdan sonra mən deyirəm ki, Real bəlkə ondan udar və keçərdi. Sırf potensial Yox, olan şey ümumiyyətcə deyirəm. Demək istəyirəm ki, Arsenal çox zəif. Kod verdim yanmırda. Sonra da vaxtımı Hep dondurdu. yandı. Mən vaxtını dondurdum. Buna bir dənə kopka qoymalıdır. Özüm öyle 5 dəqiqədən çox olmaz. Elvin, Arsenal. Hə, mən Arsenalam yoxsa? Chelsea. Elvin Arsenal, hə. Ləqə Facebookda adını dəyişmişdi. Elvin Chelsea. O söhbətdir. O kəs ora. Elvin Chelsea nə idi la? Deməli bu Elvin mənə yazıb ki, yaxşı zarafat edir. Qardaş, mən nəsə deyəndə qayıdıb deyirsiz ki, sən gedirsən cəmaata ağıl qoysan, lisenziya. Prosta bax Leverkusen nə elədi? Mən oradaydım da, Razdivalkada treneri dedi ki, Məşqçi. baş məşqçi. Hətta baş məşqçi. Məşqçilər də yəqin deyim. Müdafiəçiləri düzdür, bir də qapıçını düzdür. Deyir ki, Niday Bog, siz korner eləyəsiniz. Uzaq başı vurun alta. 4 dənə korner oldu və Arsenal da heç nə eləyə bilməyib. Yəni bunların bir dənə güclü yeri oradır. Son 2 ayda belə deyim. Sezonun əvvəli mən Arsenalı çox bəyənirdim və neçə dəfə söhbətdə deyirdim ki, Arsenal çox möhtəşəmdir, amma indi möhtəşəmlikdən bir dənə korner qalıb onlarda. O da 1-2 aydan sonra o da gələcək mən. Leverkusen qısacası gücdən zərbələrdə o müdafiə olmaqda var Arsenal'la. Bir çox Premier League komandasına kozur verdi ki, necə oynamaq lazımdır. Ay sağ ol. Temboli də ki, qolu da sırf Arsenal stilində var. Bu bir sənin üçün şapalaq Ay, idi sağ da. ol. Bu bir ikinci məsələ o qoldan sonra Çempionlar Liqasının rejissorlarının əllərindən, operatorlarının əllərindən öpürəm də o momenti elə tutdular. Tapsam montajda salacağam onu. Deməli Bayer Leverkusen kornerdən qol vurur. Dərhal operatorlar göstərirlər ki, Bayer Leverkusenin baş məşqçisi yaxınlaşır Arsenalın standart vəziyyətlər üzrə məşqçiyə yaxınlaşır, nəsə deyir. Yəni orada yəni bir səhlə bir kim də belə edirlər ki, bunu belə eləyirlər. Plus mən Bayer Leverkusenə Mən Bayer Leverkusenlə şokda idim nə mənada. Oyundan qabaq Arsenal'la nəyi var yurttaşdılar da? Yəni onların SMM, onların marketingi bildiyin Arsenalı sarıdı, burdu, qoydu böyrüsə. Birinci, Arteta'nın lampiska söhbətlərini ilişdirə. Bütün uzadıcıları, bütün rozetkalar hamısını bağladılar ki, bu günlər o gün deyil. Sonra o fantastik şəkil ki, bu günləri
o şimdi icazə verilmir ki, yüzdən zərbə qaldırmaq ki, əslində elə də oldu. Bu çox riskli bir şeydir və Arsenal doğrudan da bunu əksini meydanda göstərsəydi, Bayer Leverkusen komanda olaraq çox böyük imic itkisi olacaqdı, prestijdə çox ciddi zərər dəyəcəkdi. Amma halaldır. Birinci hissədə ümumiyyətlə olmadı da korner. Və olmadı. Arsenal ümumiyyətlə korner olmadı. 2-də 3 dənə oldu. Və üstəlik Bayer Leverkusen o qədər bəsit futbol oynayırdı ki, bilməm fikir verdisə, müdafiədən hücuma çıxışları eyni sxemlə idi. 1, 2, 3 çıxdıq. 1, 2, 3 çıxdıq və salam. Birinci o elə başla zərbə ki, Raya küncdən zərbəyə çıxartdı topu, eyni hücumdan getdi, ondan sonra gol. Söz verək ki, Arsenal nə çətin oyun təklif edir ki, rəqibinə Bayer asan, rahat futbol oynamasın. O boyda güclü Premier Liqanın lideri. Axı bu il bu komanda bu titulu götürməlidir yoxsa yox? O yerinə Çempionlar Liqası yerin. Axırda elə eləyəcək, 6-da keçəcək növbət mərhələ. Cəmaət gəlib bizə burada kəlmə söz deyəcək, düz də eləyəcək. Bir işimizin adını. mən deyim ehtimalımı da sarımşaqlar qutardı. Məncə Arsenalda. Mən 90 dəqiqəmi qartaram. Mən bunu niyə baxdım? Bu qədər sadə. Mənim yenə pretenziyam budur. Ehtimal olaraq mənim deyirəm ki, Arsenal keçəcək də. Arsenal mən də inanıram. Qısa şey deyil. Mənim fikrimcə Arsenal keçəcək öz meydançasında, amma ki Leverkusen doğrudan da halaldır və super oyun nümayiş etdirdi. Və istəyərdim ki, cavab oyunu da qəşəng oyun oynasın və Arsenala baş ağrısı olsun. Çox da istəyərdim ki, keçsin Arsenal, amma inanmıram. Mən bir dənə Fərmandan söz olmaq istəyirəm. Rəqəm 80-ın 20 Arsenala görürəm sözü. Buyurun. Leverkusen keçsə mən təəccüblənmərəm. Yaxşı görürsə o şey Yumuşaqcası. Arsenal mənə elə gəlir ki, keçəcək. Amma nə bilim, bütün heyət geçsin Madueke'nin simulasiya edən ayaqlarını öpsün. Çünki orada penalti yox idi. Mən də görmədim. Yəni bir sənə köynəyin qırağına toxunuş var idi. Madueke bu top klas futbolçudur. Yəni bunu danmaq düzgün deyil. Hiss elədi, amma var da ona görə var ki, belə epizodları incələmək lazımdır. Yəni orada onu yıxmadılar. Madueke özü yıxıldı. Çünki sən əgər nəyisə toxunub yıxılırsa, sənin tabanların əyilmir də. Yəni sən düzünə dəyirsən ağzı üstə yerə. Yəni Barcelona ilə Arsenalın o penallarının fərqi yox. Oyunun üzərində penalti var idi. Madueke'nin penaltini %90% ehtimalla verməmək olardı. Razıyam. Hər toxunuş da penaltidir. Çox üzr istəyirəm. Rəqəm yenə də 60-ın 40-a məncə Arsenal keçəcəm. Arsenal cındır çıxasın keçəcək. 65-in 35-ə sənin sevdiyin rəqəmi mən götürürəm. Məcbur olaraq 65-in 35-ə. Başqa rəqəm yoxdur, 66-ı deyirəm. 69-un 31-də ki Arsenal keçəcək. Sadəcə Leverkusen çox sağ ol ki, Arsenal'la oyunu, o dueli də maraqlı elədi. Çox sağ ol, həqiqətən. Biz isə vaxt itirmədən keçək növbəti London komandasına. Biz elə belə Premier Liga formalarını bu günləri geyinməmişik. Çünki Premier Liga komandasının 6-sı da çox fantastik oyun göstərdi, amma zarafat bir qırağa bütün bu komandaların arasında pis yaxşı demək düzgün deyil. Həqiqətən də gözəl futbol göstərən Chelsea oldu. Chelsea 5-2 hesabı sizə aldatmasın. Düzdür, mən XG-ni heç cürə qəbul edən insan deyiləm, amma XG baxımından PSG-nin bir qolu belə olmalı deyildi. 0.78 oldu. 0.78 idi XG, amma Chelsea da oradan da 3-2 hesabına qədər çox yaxşı futbol oynayırdı və bu oyundan ən azından heçişəni çıxarda bilərdi. Sadəcə olaraq Kviça Kvaratskhelia meydanı çıxandan sonra... Bir dənə sual, o qapçının səhvi qırılan nöqtə saymaq olardı. Məncə olar. Olar. Çünki o hətta qapçı yox, yox, qapçıdan sonra bir dənə də 3-3 elədilər də. 3-2 elədilər. Yox, ləğv olundu. Yox, 3-2-dən sonra bir dənə qapçı səhv elədi, amma deyəsə qol vurmadılar da. Nəsə belə bir moment oldu. Qapçı səhvini qoyaq qırağa, orada Vitinyanın misal üçün qolunu mən görmüşsünüzsə, Vitinyanın qolu ümumiyyətlə çıxart belə, qoy Guggenheim muzeyinə, təkərdə bax da ani vəziyyətdə o qərarı necə vermək olardı? Gördün Safonov intervyuda nə deyirdi? Deyir, mən təzə gələndə bu kluba PSG yemək vaxtı Neveşdə Vitinya top çiləyirlər. Onlar dəlidirlər. Yemək yeyə top çiləyirlər. Ani məqamda topu qəbul edib qaldırmaq və topu qapçının başı üzərində düzgün trayektoriya ilə göndərmək Vitinyanın Perez axirətə getəndən qabaq son yaxşı iş gördü, nə olar ki? Yəni Chelsea-nin yaxşı oyunu var idi, amma PSG bizim keçən dəfə əslində danışdığımız keçən ilki PSG-ni xotladı. Amma Chelsea məsələn sən razıyam. Tottenhamdan Arsenalda fərqli olaraq halal çörəyini yeyir. Normal oynadılar. Canavar Chelsea yaxşı oynadı.
Kısaca bu arada şəhərlərdə bizi biraz sən başa düşdülər. Deyirlər ki, siz niyə deyirsiniz ki, Chelsea top klub deyil? Uşaqlar, amma bir nəfər düz yazdı ki, biz demək istəmirik top klub deyil. Top heyəti yoxdur hal-hazırda. Vəbşə Chelsea oyuna baxaraq Chelsea çox gözəl oyun göstərdi. Başqa Premier Liqa komandalarına baxsaq da, onu qeyd etdim. Çox yaxşı oyunu görür. Sadəcə əlbəttə ki, klass məsələsi var idi ortada. PSG klassını göstərdi. Yoxsa A, B. Klass yox, sinif Azərbaycanda. Və ondan da başqa demək istəyərdim ki, Chelsea göstərdi ki, bu PSG-yə qarşı oynamaq olar və mümkündür. Keçən il məsələn PSG çox inanılmaz idi. Yox, qolları vurdu, şansları var idi. Amma keçən il PSG bu belə deyim, şanslar heç bir komandaya yaratmır. Oynamaq olar efendim, amma Liverpool-la Galatasaray yoxdur. Yox, başa düşdüm söhbət Liverpool Galatasaraydan getmir də. Başqa digər klublar müdafiədə yaxşı oynasalar Chelsea-yə baxaraq, məsələn PSG niyə də keçmək olmaz? Niyə də Real yox? Böyle bir şey yoxdur. Favoritlər arasında çıxdı. Niyə də Real yoxdur? Amma ki Chelsea doğrudan da çox sağ ol demək istərdim bu oyuna görə. Çox Dəyməz atam. Çox sağ ol Elvin. Dəyməz atam. Buyurun. Nə vaxt lazım olsa, gələk oynayaq. Hardasa mən sözün açığı 1-1 olan vaxtı inandım ki Chelsea bəlkəm də yayın 3-0 demirəm də, bəlkəm də harca udmaq şansı yaranar, amma qapıcı məncə bütün oyunu sındırdı və bu 5-2-dən sonra mən inanıram. Orada o final acığı qalmışdı. Ümumi hesab 5-5-dir də. Necə ki, liqa mərhələsi və play-off mərhələsi arasında böyük bir fərq var, komandaların motivasiyası. Məncə klublar arası dünya çempionatı finalından belə, yəni 8-də 1 finalda zəifdir. Ona görə də bəlkə də nə bilim. Yox, PSG partlatdı, doğrudan partlatdı. Yəni mən ən azından oyundan qabaq bu oyunu ən maraqlı kimi gözləyirdim və sağ olsunlar doğrultdular. Üstəlik yenə deyirəm də PSG-nin fərdi olaraq oynadığı oyun tempi uşaqlar hər komanda ona məncə tab gətirə biləcək komanda bu sol tərəfdə yalnız Bavariya ola bilər. Ki onlar oynamışlar da deyirsən Bavariya qalib gəlmişdi də. Bavariya qalib gəldi. Qırmızıya qədər Bavariya sürürdü PSG-ni. 100% və əsas məsələ də ondan ibarətdir ki, indiki Bavariya indiki PSG ilə necə oynayacaq, bu ümumiyyətlə möhtəşəm oyun ola bilər. İndi Real icazə versə baxaraqdır. Yarım finalda imkan. Realdan danışacağıq məncə, amma bu 5-2 hesabından sonra Stamford Bridge-də mən güclü bir şans görmürəm. Amma ki hardasa bir 85-in 15-ə görərdim. PSG-nin keçməyini də. Heç demək o şans vermirsə Chelsea hər şey elə bilər. Məncə elə bilər. Biz əslində pis olan tərəf nədir? Yəni Tottenham-ə çıxmaq şərti ilə digər bütün İngilis klublarda şans daha yüksəkdir. Oynadığı bərbad oyun fonunda. Liverpoolun məsələsi. Liverpoolun var misal üçün, Newcastle-ın şansı var, Arsenalın şansı realdır. Amma ki Chelsea bütün bu komandalar arasında normal futbol oynadı və onların şansı demək olar. Çünki PSG-yə düşdü. Çünki PSG-yə düşdü. Ona görə 80-dan 20-yə, yəni o 20% də nə bilim çox belə ki doğrudan da bax bu oyun fonuna görə o 20% verirəm. Belə hesab baxımından inanmıram ki. Elvin bu forma ilə nə ehtimal verə bilərsən ki, görəsən? Mən ehtimal verə bilərəm ki, heç olmasa Stamford Bridge-də qələbə qazansınlar və düzdür, ehtimal keçməyədirsə mən də 90-ın onu fikirləşirəm və burada bayaqlar uşaqlar dediyi kimi də oyun sırf olaraq individual ustalıqla nəzərə alsaq oyunçuların onun üstündən keçir. Belə taktiki olaraq məşqçiləri mənim çox bəyənirəm. Yəni maksimumunu eləyə bildi. Bura qədərmiş. Yəni amma yeni sezonda mən tamam başqa bir Chelsea gözləyirəm. UEFA zəhmət olmasa xahiş edirəm bu oyunu salın saat 10-a, oturaq baxaq. Mən bu oyuna baxmaq istəyirəm. Çox maraqlıdır və hətta mən Chelsea 30% də verirəm. Niyə də yox da bura? Niyə də yox? Gəlinsə biz keçək ən axırıncı oyuna. Deməli, verilişin əvvəlində Abdulhamımızı Abşakova adlandırdı, amma sırf bu oyunla bağlı mən Abdulla müraciət eləmək istəyirəm. Nətərsən? Yox, aydın məsələdir ki, hamımız yüngül var yandırmışıq. Hamımız yüngül var yandırmışıq. Bir ki tığ qalıb da, göyün. Öyle, Real Madrid, Manchester City oyunu... Yox, Real Manchester City Fede Valverde oyunu nə idi? Ya elə deməyək, elə deyildi əslində. Valverde yerdə istənilən Real oyuncusu ola bilərdi. Sadəcə mən böyük səhv elədim. Mən keçən dəfə Elvinə dedim ki, bir dənə ortalıqda intriqa yaradan o Realın aurasıdır. O saxlayır da intriqanı ki, bu top
oyunduğuza falan. Qardaşım, mən sizə deyəndə bu iki nəfər sразу cunduz üstünüzə. Heç o da yox. Mən dedim, ay, yəni dedi, Real nəsə şeydir. Siz düz, heç o da Söhbəti ona yoxdur. gəlib çıxarmıram. Söhbət ona gəlib çıxardıram ki, ondan savayı deməlidir ki, Realın bir dənə şansı var. O da ki, Guardiola özünü məğlub eləsə. Ki elədi. Zaten həmişə Onu demədi Guardiola axı. məğlub. Yox, o deməmişdi. Şöyle eləmə. Konkret bu sözü, bu sözü Deyirəm ki, mənim səhvim oldu. Başa düşdüm, yaxşı. Olmaz okey. yox. Bir dənə səhvin oldu ki, o orada quşlamadın, yaxşı. Yes. Yox, ümumiyyətlə Guardiola nə vaxt hardasa uduzursa, birinci növbədə özünü uduzur. Bu artıq yəni çox belə normal bir faktdır. Sadəcə olaraq gəl etiraf eləyək. Heç bir futbol eksperti Elvin, bütün böyük hörmətimlə sənə yanaşıram, amma keçmişdə futbolçu olmuş, futbol kağız üzərində futbol analitiki, futbol eksperti jurnalistidir. Heç bir şəxs bu oyunda Real Madridə üstünlük, qələbə vermirdi. Ən optimistik proqnozlar, ehtimallar oydu ki, maksimum heç bir. Çünki bir daha bura çıxardırıq zədəlilərdən ibarət olan onluğu. Yəni bu futbolçular 8 nəfər durmalıdır da belə. Bu Bir dənə komanda olar ya. bu tam bir də qapçılara çatmırdı. Yəni bu komanda tam olaraq meydanda demək olar ki, yox idi. Və bu zədələrin fonunda belə bərbad oyun stilistikası ilə Real Madridin gəlib Manchester City-ni ilk hissədə 3-0 hesabı ilə məhv etməsini mən hətta deyərdim ki, mən heç 1-0 belə gözləmirdim oyundan öncə. Tam səmimidirəm. Çünki Realın heç bir, yəni bir tumurcuğu da göstərmirdi ki, mən eləyərəm, bax. Yəni Guardiola bilməm, psixoloji travması var Realla bağlı. Yatanda onun uşaqlıqda Real Madriddən qorxdular. Elə bir ki, Reala çatanda bir dəfə elə bir ki, Manchester City kişili elədi, tutdu 4-0 tutdu, ondan sonra da çempion oldu. Daha bir bağışda da. O da sizin. Mika deyir, Realsa dəyişdirsə City-də bəsdir də zaten. Fərmanla baxırdıq oyuna özdə. Dedim ki, bəs birinci hissəyə baxma. Məncə ikinci hissədə fiziki olaraq qaydar nəşə. Yox, nəyə görə? Yəni ki, fiziki olaraq çatdırmayacaqlar. Çünki yetimin əvəz eləməyə baxır adamı yoxdur. Kim var orada? El Guero, nə bilim, kim var? Redombo. Heç olmasa da kim oynaya bilər də, yəni. Arbeloa deyirdi ki, bəlkə dəyişim forma, altdan şort zat giymişdi. Bəlkə çıxacaq. Onun mövqeyində amma o 2 dənə oyunçumuz var yəni. Yoxsa çıxmaz. Burada. Hani ikinci time başladı. Yəni 0-da City, yəni nə bilim. Ümumiyyətlə belə bir şey deyim, Premier Liqa klubların fanatları özlərindən çox razıdılar. Kimə deyirsə 8 nəfər deyirsə City-dən aşağı. Yox, Premier Liqa. klubları. Yəni futbol burada yaranıb deyənə brat, yəni bizdədir də, yəni. Orada yaranıb, burada da ölüb. Nə olsun, yəni bir dəfə Tofiq Bəhramovun şatına dünya çempionu olmuş. Tofiq Bəhramovi söhbətə qatmısan. Riskli. Yox, zarafatsız da yəni. Nə? Bax indi nə deyəcəklər də, yəni bu yəni oyun deyil də siz gördüyünüz. Nə olsun, nə yaranıb orada. Gəl biraz bölək də. İlk öncə, okey, Arbeloa'nın baxdı, gördü ki, yarım müdafiəçindən başqa heç kim yox. Nə vaxt Real son dəfə 4-5-1 oynamış ki? Yarım müdafiəçindən başqa heç kim yox idi. Belə mən yadımda deyil. Çıxartdı o ki 5 dənə yarım müdafiəçisini. Bir də kim idi? Vinicius. Bir də Vinicius. Mən düşünürəm ki, ortada olacaq. Solda oynadı. Oradan güya ki pressing edirdi də. Ay qardaş. Amma Nurgül Guardiola'nın B planı yox idi. Yəni okey, sən bütün sürətli oyunçuları çıxartdın. Okey, sən ehtimalın o idi ki, baxıram Realda 5 dənə yarım müdafiəçidir. Yəni ki, öz meydanında ən azından top saxlamaq istəyəcək də. Mən eks-hücum oynayaram. Yox, aydın məsələdir, amma mən Guardiola Nurgül B planı yoxdur söhbətindən ümumiyyətlə razı deyiləm. Çünki Guardiola'nın heyətə baxanda planı da yox idi. Sən bilirsən ki, sən bilirsən, planı nədir? Bir dənə heyət. Əzizim, bir dənə qulaq as, bir dənə zəhmət olmasa. Əsas heyətdə mən sadəcə olaraq bax bu iki şəxsin adını çəkəcəm və ehtiyatda oturan iki şəxsin adını çəkəcəm. Sən bilirsən ki, Real Madridin heyətlə bağlı problemləri var. %99% ehtimalla onlar müdafiədən əks-hücumla oynayacaqlar ki, Real ömür billah oynaya biləcəyi oyun stilistikadır budur. Bundan başqa oyun stilistikası yoxdur. Gəlin bunu etiraf edək. Və sən meydana Erling Haalanddan başqa hansın ki, belə Santiago Bernabeu-da bildiyin, yəni patoloji problemləri var artıq. Bir qolu var 6 oyunda. Semenyo, Bernardo Silva, Savinho, Doku, Rodri. Sənin bilirsən ki, qapanan komandaya qarşı daha çox kreativ futbolçulara ehtiyacın var. Sən niyə görə Reinders'dan Çerkini startda buraxmadın?
Çorslin, Marmuş elə. Marmuş elə. Görürsən də alınmır da halında. Bu üç Foden futbolçu elə. alınmır. Nə qədər- Niyə görə onları sən hələ 67-ci dəqiqəyə də qədər oynatdın. Ondan sonra Çerkini sən buraxdın. Sən bilməm fikir verdinsə Çerki meydana çıxandan sonra azdan çoxdan seçələ bir biraz sıxdı. Cımaq da biraz sıxdı. Amma yəni yarım saatdan sonra 3-0 Gec oyandı, oyun gec gedəndən oyandı, sonra yəni axırda, olmur gec da. oyandı. Bu A planı da yox idi Guardiola. Mən ona görə deyirəm ki, Guardiola nədən qorxur? Əvvəllər Guardiola Çempionlar Liqasında o Lyona, Monaco, Tottenham uduzanda bir stilistika daxilində idi və orada nəsə dəyişikliklərdə səhvli elirdi. İndi ümumiyyətlə stilistikası çoxdur deyənə onların arasında səhvli elir. O ki bax, o O ki bax, məcburiyyətə buraxmaq lazım. çıxartdın bax əks hücum. Oradan elə bir ki, yorulur. Bax, Çox yorulur. çıxartdın əks hücumlu heyəti. Ki hansı ki əks hücuma, sürətli hücumlara yönəlmiş bir heyətdir. Bax bağlandı Real. Əks hücumlara oynayır. Nə edəcəksən? Qaldı belə. Elədi də ikinci taymda Vinicius da penal qazandı da. Yəni Hə. İndi burada bir məsələ yaranır ki, ingilislər deyir ki, futbol belə Premyer Liqa ən güclüdür, amma biz baxsaq ki, Premyer Liqanın ilk 4-lüyündə olan məşqçilər, baş məşqçilər, indiki indi okey də Carrick hardasa, vasitələ udanlar hamısı ya İspandır, ya da Nemeslərdir İtalyan, da, ya ya Nemes. Nemes. Ya da Katalan. Vapki ümumiyyətcə 20 dənə klub arasında Carricklə Ece Howe Ece çıxmaq şərti ilə məncə Britaniyadan heç kim yoxdur. yoxdur. Ümumiyyətcə bunların futbolu odur ki, biz biraz pul buraxırıq, xaricdən məşqçilər gələcək və şou proqram göstərəcək biz üçün də. Elə şou Elə şou proqramı. Amma ki Çempionlar Liqasının son 5 il qalibinə baxanda 2 dəfə, bir dəfə Chelsea ilə City olub, 2 dəfə Real, bir dəfə PSG. Yo, demək onların istəyirəm ki- Premyer Liqa daxilində nə qədər də pul qazanması, maraqlı olması, bütün oyunçuların alınması heç cür onların Avropadakı çıxışlarına 100%, qlobal olaraq təsir eləmir. 100%. Mən deyərdim ki, Guardiola'nın ümumiyyətcə B planını mən çox nadir halda görmüşəm. Demək olar heç görməmişəm. Amma A ki, planına qayıtsa topa sahib olmadı. Nəsə edə bilər? eləyə bilmən. İndi burada bir məsələ var. Məncə Guardiola Nə axırda Barcelona çempion Pique'yi hücuma salır. o ola bilərdi. Məncə Guardiola 4 dəfə dalbada Premyer Liqa udandan sonra getməli idi. Yox, orada Çempionlar Liqası var idi, almamışdı Yox, onu 4 dəfə. udmuşdu. Almışdı. 4 dəfə adada almamışdı. Almışdı da. Üçüncüdə aldı. Şəhərlərə gedin. 23-cü Üçüncüdə aldı. Ondan sonra bir dəfə də çempion oldu. Ondan sonra Almışdı Zoyba olub. Almamışdı. 5-cidən sonra aldı o Çempionlar Aa, Liqası. nə beşincisi? üçüncüsündə almışdı. Üçüncüsündə almışdı. 2023-də almışdı. oldu da. Nə bilim ki. 2024-də kim Premier Liqanın qalibi oldu? 16-17-də gəldi, Chelsea çempion Ay oldu. qardaş, 4 dəfə dalbadaldan söhbət gedir. 17-18, 18-19, Abdullah, vaxtımızı 19-20, 21 olmamışdı da var. 5 19 Aa, değil. 4 dəfə ardı-ardadan söhbət 19-20-də Liverpool çempion olmuşdu. Nəyə sporun aparırsa. Nəsə, uzun sözün Amma dünənki Realda mən doğrudan da heyran qaldım. Valverde'nin Chouamini'ni oynamağına super. Ona Bir dəqiqə, çox üzr istəyirəm. Stop. Burada trend polnu deyə bilər ki, biz zındırzadır. Oxşar trendi niyə Yox, görmürük? Trent də yaxşı Ərəb oynadı, amma topu Valverde sürüdü. sürüdü. Hə? Təkbətək qalanda topu sürüyürdü. 2 dəfə onun yanından, 3 dəfə onun yanından qaçıb da, sonradan heç də edə bilməmək, sürmək Sən də bir bomba başlayır, niyə Yox bilir? da, niyə ki? O gün Pokala Niyə 3 ki? dəfə gəlirdi, bilir ki, Trent şey. Zor, okey, neçə dəfə birə-bir epizodda Trent oradan da götürür topu. O cəhətdən bir də ki, niyə Hollandı güllərlə Brahim tutur? Ya güllərlə Fransız tutur. Tema nədir Hər orada? kornerdə Arda dayanır. Nədir o? Sonra Arda getdi Frankiya də meydana. Fran demişdi Mecin yerində. Sonra tutub məntiqi nədir məntiqada? Mən başa düşmürəm. Rüdiger niyə tutmur Amma ki? Menzi'nin müdafiədə dünən oynamağı. Generaldı da qardaşım, generaldı da. Oyuncu. Mən deyim ki, dünənki heyətə bir dənə Rodrigo çatmırdı da. Yəni o sırf o 100%. Man City-yə qarşı o bir dənə ultra orada qoşanlar qoşulsa var. Məncə də dünən oynasaydı bir şot bir 5-6 0 da qutara bilərdi. Amma ki, isə başda söyle. Sən o gehini qəhilədi o dəfə. Valverde onu qəhilədi də polunu da. Akşi, 3-cü golda onu promote göndərdi Ukraynska kruqa. Fran Garcia normallə oynadı. Fran Garcia Semenyonu bağladı. Sizə bir dənə söz deyim ki, mən 68-ci dəqiqədə gördüm ki, Fran Garcia oynayır. Mən hələm də elə bildim ki, Mendy oynayır və müdafiədə çox bomba da Qardaş, oynuyor. Onlar çox fərqlidir. Yo, başa düşdüm, mən fikir vermirdim də o dəqiqə. 46-da o ki 46-da o ki Fran girdi, Menzi sizə də əsas. Sağa qayıdım da elə bir. Fasilədə Menzi nə sizə dələndi, Fran girdi. Ona deyirlər ki, o ikinci hissədə bir dənə qaydaq. O ki Fran Garcia Semenyonu aşırtdı üstündən topu. Semenyo çöndü belə Guardiola, bu gün lazım deyil. Bu məni aşırdırsa, heç kimsə yəni. Bu dövrdə gün odur.
Xahiş edirəm, o xalaşka kimi idi tribunada oturan o Franqasiya motivasiyaları. Zəmin olsa bizim redaksiyaya yazar. Vinicius penaltisinə demək istəyirdim ki, Valverde mən gördüyüm qədər təklif elədi vurmağı. Amma mən ki, görmədim. Var idi elə söhbət. Mən deyirəm də. təklif elədi. Fərman özü qazandı, özü də vuramadı. Vura bilmən razıyam, amma ki bu oyunun qırılan nöqtəsi ola bilər. Cavab oyununda City ilk hissədə güclü pressinglə 2 topu vursa, 1 gol qalırdı orada belə baxanda. Riyazi cəhətdən 1 gol qalır və oynaya bilər və bilmək olmaz ki, Real cavab oyununda belə möhtəşəm müdafiədə oynaya biləcək, yoxsa necə? Fərman yüngülvari məsələ, pressing oynasalar belə məcburi şəkildə arxalara boşdur da. Sənin əgər arxanda belə deyə bir dənə Vinicius tək qalırsa, o arxa boş demək deyil. O demək ki, Vinicius'un özünün arxası. Fərman, ehtimal. hara fırladırsan fırla. Yox, çətin olacaq. Götür daldadlayın. Dirəşmə də qoy ehtimalın içində. Səhər saat 6 deyə öcəyə. Bu oyundan mən City-dən güclü bir şey gözləmirəm, amma Real 3-0-ı mən gözləyirəm ki, 65-in 35-i Real xeyrinə. Neçə olub? Lap yo gözlə. Lap belə. 60-35. Çıxmadınız Keçidən. nəyə görə dedim Yox. onu. Baxmamışsınız videoya. Juventus. Bağışla ilişdirəm. Mən Fərmanın sözünə qüvvət olaraq onu demək istəyirəm ki, məndə də flashbacklər gözüm qabağına gəldi. O Messi Dembeleyə pas verir Liverpoolun oyununda və o momenti vura bilmir və Messi başa düşür ki, ona görə biz uduzduq. Yəni bilir də kişi də yəqin. Ona görə bunu da mən biraz belə fikirləşirəm ki, ola bilsin ki, burada da City ilk hissədə 2 golu vurub və oyunu overtime-a aparıb orada keçə bilər. Ümid eləyirəm. Xaşirim, yalvarırım ehtimal. 60-ın 40-a City keçəcək. Sizi gedəcək? Sən özünü cındır çarpdın hala. Sisi. Dəqiq olsun. Kameraya bax. Birincisi mən Bir də mənə deyin, zədəlilər qayıdır, yoxsa necə? Yox. Dedin uje. 65-in Hələ 35. üstünə bilərəm. Deputat. Mən niyə ora baxıram? Səhərdən bu arada. Elvin, birincisi Ehtimal demə, Elvin demə. deyəcəm. Birincisi O da ilə başlayır. City Liverpool deyil. İkincisi Real Barcelona deyil. Oy, bu geç. Aynen. 60-ın 40-a Real'ın keçidində. Uşaqlar, siz isə öz ehtimallarınızı şeylərdə yazın. Aşağıda bildiyiniz kimi bizim linklərimiz var. Ali Futbol var arxası linkləri sosial şəbəkədə. İstənilən sosial şəbəkəyə daxil olun və bizi izləyin. Əsas odur ki, izləmədə qalın. Çox sağ olun. Namaste. Namaste. Və olsun ki, Premier Liga bundan. Bundan. Baba, baba. Çap.